Qardaş, vallahi düz deyirsən. Mən elə adamlar tanıyıram ki, 5 manata görə öz doğma qardaşım deyil. Amma var dövlət gəldi gedərdi, vallahi. Bu ləyaqətsizlikdir, mərifətsizlikdir. Öləndə bu dünyadan o dünyaya nə aparacaq heç nə? Burada saxla zəhmət olmasa, bu pul dövlət cəmaatın evini yıxacaq bu var, dövlət vallahi. Nə qədər edir mənim? 75 gəl. Mən sana 2 manat verim, halallıq olsun. Çox sağ ol qardaş. 25 qəpik də, 75 verdim, 25 qəpik qaldı. Qardaş, qəpik yoxdur üstümdə, üzrü sayı. Nətər yanı qəpik yoxdur? Heç olmasa 20 qəpini ver, 5 qəpini sonra verirsən. Yoxdur da qardaş, qəpik yoxdur. Nətər yanı yoxdur? Bax, sən mənim haqqımı tapdalayırsan. Azərbaycan Respublikasının konstitusiyasına nəzərən insan haqlarını tapdalamaq olmaz. Məcəllə də var onun haqqında. İstəyirsənsə deyim kitab gətirin bax. Çox üzr istəyirəm, bir dənə sual vermək. Buyur. Səndə ləyaqət var? Məndə nə var, nə yoxdur, sənlik deyil. Mən pulumu verin. Salam əleykum qardaş. Salam qardaş. Sizə zəng vurmuşdum mən. Bəlkə sizinlə danışdım. Bir Yasamala gedə bilərik zəhmət olmasa. Yasamal uzaq olacaq, qardaş. Gəl səni aparım Nərimanova. Ay qardaş, Nərimanov nədir? Mən Yasamala getməliyəm. İndi uzaqdır da, profka zaddır. Gedək Nərimanovda düşür. Nə dəxli var sənə? Taksi şoför deyilsən, zəhmət olmasa mənim çatdırım. Bilirəm, qardaş, yəni deyirəm, profka zaddır da, elə Nərimanovda düş rahat getdə. Hava da qaralır, Yasamada nə işin var sənin? Mənim evimə gedirəm, nətər yan nə işim var? Get Nərimanovda parkda zadda fırlan, səhər atılanda gedərsən də, gəmənlə ilgili söhbət edirik. Ay qardaş, mənim Nərimanovda nə işim var? Mən təcili Yasamala getməliyəm. Nərimanovda qəşəng park var, oturarsan orada özün üçün dincələrsən. Get parkda yatacam mən. Yatda o park zad var, elə qəşəngdir ki Nərimanov, valla parkı zad da var qəşəng. Ayda, yaxşı qardaş, gedək Nərimanov. Gedək. Öpürəm, başa düşən oğlansa. Prosto səndən bir xahişim var, mənim yol üstü bir dənə işim var. Bir dənə Yasamala deyim, oradan qaydaq Nərimanov, olar? Sən nə? Salam qardaş, taksi çağırmışdınız. Bəli, çağırmışdım. Nə gəl qardaş? Taksi də gəl. Maşınanı? Allah maşından gör nə qal. Vurdum, dağıtdım səni. Motor bir tərəfə, pəncərə bir tərəfə. 2000 manata yaxın xərci var. Mənə nə dəxli var qardaş? Mən patandarda getməliyəm, tələsirəm mən. Allah mən sənə dərdimi danışam, deyirəm maşını aşırtmışam. Yarım saat səni gözləyirəm. Allah mənim gözüm deyirəm maşını vurmuşam. Fikirləşə bir tər gedək də. Ay qardaş, mənəsə aidiyyat yoxdur, sən maşını vurursan. Nətər yan aidiyyat yox? Sən tələsdirirsən də mən. Zəng vur, başqa taksi gəlsin, məni də düşürsün yolda sənin də. Sən niyə düşürtməndi? Uzaya görə gəlmişəm də mən bura. Başıma qoyum gedim. Mən patandarda gedirəm. Mən də Nərimanova yol üstü söhbət Yox qardaş, yox. Salam ver mən sürüm də, mən aparım sizi. Qardaş vermə ona maşını, bey aşırdı be. Tanıyıram, yaxşı tanıyıram. Şirkətdə bir dənə maşın qoymayıb qalar. Hamısını aşırdım. Ay, mən aşırtmayacağam da bu səfər bayaq tələsirdim buna görə. İndi Ay, nə bilirsən aşırtmayasan sən? Narahat olmadan aşırtsam söyərsən. Gəl. Nətər adamsan hə? Qoydum maşını sizə bizə. Sizə görə tələsdim də. Abi şirkətdə zəng vur gedin. Salam əleykum qardaş. Vay, salam. Mən Nərimanova getməliyəm. Xəstəsən. Bu yayın günündə kondisionersiz zat sarı gedək. Gözdə biraz hava qaralsın, gedərik, sərinlik düşsün. Başa düşmədim. Nətər yapmışsın? Bildim qardaş, deyirəm yanı istidir da, şəhər propka zaddır. Arkada termos var, otur çay içək gedərik. Deyirəm ki, Nərimanova getməliyəm. Aparırsan? Qardaş, aparıram, deyirəm. Demirəm amma getmirik. Qoy biraz hava qaralsın, sərinlik düşsün, iki qardaş gedək, mən də oradan işə gedəcəm. Qardaş, mən Nərimanova işə getməliyəm. Qardaş, mən də o vaxt Moskvaya işə getmişdim, qaydanda 2 dənə uşağım var. Ay, nə dəxli var? Allah sağlasın uşaqları. Deyirəm sənə mən Nərimanova getməliyəm. Puluna görə deyirsənsə de görüm nə qədər Pula görə demirəm, 30 manat. Başa düşmə, 30 manat niyə? Götür yanını. Ay, həmçə 5 manata getmişəm buradan. O həmişəydir, həyat dəyişir. 10 manat gediş haqqı, 10 manat kontrum qutarıb, megabayt yükləyəcəm. 10 manatdakı yolla yemək zad alacağam. Mən pulumu verib yol gedirəm. Sən qarnını doyurmalıyam mən. Mən o yolu gedəndə acıram, su istəyirəm, siqaret istəyirəm. O yolu səndən gedirəm. Mən dəxli var, bəlkə sən bir qız düzəldim hə. O da yaxşıdır, qohumdur. Sən Братан, здравствуйте. Здравствуйте. За сколько довезете это до Мемар Эджами? Memar Əcəmi. Да. Problem net o, gedək. Можно? Da. Сколько? Neçəyə eləmi? Ага. 6. Мемар Эджами. 6-dən sonra 6, 6, yəni 60 manat, 60 manat. Ой, господи, это дорого. Niyə? Ucuz. Da niyə? 60. 60 manata keyif gəlir. Не, братан, Ucuz Мемар yerlər də Эджами. var, Nərimanova'za da gedə bilərik. Сколько? 1, 2, 3, Titri 0 manat. Titri yanına 0. Bakı. Большой City. Братан, цифры манат. Da. Bakı. Ha. Bambala. Niyə? Ya Azərbaycanlısan? Sən nə? Vay, salam əleykum. Salam qardaş, salam. Qardaşım, mən Şəmkiyə getməliyəm. Şəmki, gedək, problem yox. Neçəyə apararsan məni? 400 manat qardaş, gəl. Neçə? 400 manat. Qardaşım, hər gün getdiyimiz yolda 60 manat.
Ha görürsən bilmirsən. Şəmkirə girməkdən ötürü birinci aradan keçməlisən. Gəncədən. Ay son. Mən Gəncəyə girəmirəm. Niyə? Orada Fazil dayı var, ona 200 manat pul verməliyəm. Yol üstü verək girə Ay Şəmkirə. kişi, o sənin borcun mənə nə dəxli var? Nəsə yəni dəxli var? 5 saat bir yerdə yol gedirik, yol yoldaşı oluq, qardaşlıq eləyəcəyik. Estağfurullah. Özdə bir dəqiqə deyəndə lap qardaşlıq elədik. Verdim mən sənə 200. Və yerdə qalan 140. Allah canını sağ eləsin. Yerdə qalan 100, düzdürmü? Düşürtdüm səni Şəmkirə. Yayın cır-hacırında. Mən oradan tək qayıdım. Bir gedəcəm oradan o tərəfə Tovuz var, Akstafa, Qazaq, Gürcüstan gəzim də özüm. 160 manat orada yeyib. Xəstəsən, dincəlmə pulunu mən verməliyəm. Sən gəlib Şəmkirə çatasan, mən istidə qayıdım Bakıya, kondisionersiz maşındır. Nəysə cəhənnəm heç nə olmaz, gedirik də bitər şey Gedə. Dost səndən bir xahişim var qardaş. 4 nəfərdən pul almışam 20 manatdan. Arxada 3 nəfərlə oturarsan, qabaqda hamilə qadın oturacaq. Ay ki, sən nə cic danışırsan? Orada mən tək deyiləm. Kimləsən bu? Xanımlanam mən. Xanım ara sokaq, gözə Ay gör. sən nə dur sokaq nə? Axşamınız xeyir. Axşamınız. Dövlət yol polisi Kim? Dövlət yol polisi Serjant Məmməd. Kim? Serjant Məmmədov. Vəzifədən suyu istifadə. Vəzifədən suyu istifadə. Başa düşmədim. Düşmədim. Üstümə xod ölürsən mən. Nə deyir, gözlə. Siz xəstəsiz vətəndaş? Ha? Siz xəstəsiz? Mən? Vətəndaş, sizə nə olub? Bir özünüzə gəlin. Bilirəm. Alo. Nəyimin ağırarsan ha? Başa düşmədim. Ha, ağzını Başa düşmədim. Dedim ağzını danışığını bil. Ağzını danışığını bil. Niyə başımdan vurursan? Ha, kim vurdu səni? Kim vurursan məni? Kim vurdu? Eləmə, eləmə, eləmə. Dedim eləmə. Əlini çay. Əlini çay. Vətəndaş, sənədlərinizi təqdim edəcəm. Yoxdur sənətin. Vətəndaş, sənədləriniz yoxdur, siz mənlə getməlisiniz. Nə qarmalıyam? Mənlə getməlisiniz. Getməliyəm. Bəli. Mənə intim təklif. Salam aleyküm qardaş. Salam. Mən Əhmədliyə getmək istəyirəm. Sən dələt eləyirsən. Başa düşmədim. Dedim dələt eləyirsən. Axşam vaxt Əhmədliyə getmə. Buna danışdın. Buna danışdın məndən danışdın. Halım var mən Əhmədliyə getmə. Taksi şofer deyilsən sən, hə? Taksi şoferiyəm gəmin boynuma. Gəl bunu qoy başıma aparım. Xəstədir. Aparmırsa din aparmıram da mənim başqa başına gedir. Bu nə danışdı məndən danışdın? Niyə başla maşına gəlsən ki? Ha, aparmırsan da. Ay aparıram, yaxşı. Neçə apararsan? 300 manat. Başa düşmədim. 300 manat. 3 manat nə? Neçə aparmalıyam ki? Ha, normalda 6 manata getdiyim yolda qardaş. Nə vaxt gəlsən 6 manat? Dünən. Deyə ala indi 6 manata taksi var. Ha, 300 manata heç samolyot aparmır buradan Əhmədliyə. Mən belə aparıram. Nəyə gəlsən? Hadi sənə dəxli var nəyə gedirəm? Yox, bilməliyəm. Nəyə gəlsən? Toya gedirəm. Toya? Hə. Bunu deyir də, deyirəm toya gedirəm. Deyirəm xeyir işə gedirəm, adamıq, başa düşüyor. 6 manata gedərik, problem yox. Gözlə bir dəqiqə. Hə. Bunları indidən verirsən. Nədir bu? Bu sertifikatda mənim nömrələrimdə. Orada verərsən qızlar zəng vurur, stolların üstə qoyur. Salam aleyküm qardaş. Buyurdu, salam. Mən Əhmədliyə getmək istəyirəm. Mən Əhmədliyə apararsan. Problem yox. Metronun yanına. Hə, Düş. nə- Gəl də gəl. Hara gəlim? Əhmədliyə getmisən? Hə. Dur da Nə ilə gedirik ki? avtobusdan gedərik də çıxırdıq. Avtobusla niyə? Öləyinə gedək bu. Maşınla gedək də. Maşındır bu. 5 Nədir? manat pul verəsən Əhmədliyə aparacam, 400 manat kreditidir. Dur gəl. Ağarım ay qardaş, o mənim problemim deyil. Axı mən sənə deyirəm Deyirəm ki, istidir. Saat 10-da da işim var, tez ol. mən Əhmədliyə apararsan yoxsa yox? Gedirik də nə çıxırdıq avtobusdan gedirik. Lap belə xoşuna gəlmirsə 3 manat sən ver, 3 manat mən taksi ilə gedək. Başqa taksiyə gedibimsə daha sən nə edirəm? Dur gedək, dur gəl. Aytafonzadan sökəcəyim, yolda qulaq asarıq. Üzərin təzə mahnıları çıxıb. Ayrılacaq. Deyirəm sənə mənə Əhmədliyə aparsan yoxsa yox? Aparam da görə demirəm aparma. Gedək avtobusla ya da taksi ilə ya da üstə Qardaş, metro. otur Metro ilə, hə, sən metro ilə gedək. Hadi metro ilə gedəsən o sən daha sən nə edirəm? Müsəlmanıq, müsəlman. Gedəsən evə, konsanın altında uzanıb dincələsən. Mən amma bu istidə belim də təmiz sudur. Qayıdacam bura. Ondan sonra gəzə-gəzə qayıdaram evə dana. Ha qardaş, mən səni nə edirəm? Evə gəlsən, ailəlisən. Hə. Ay Allah canını sağ eləsin. Gedək evə, gəlin bacı qəşəngcə məni bankalasın, belimi oyuştursun belə. Sonra Rəsul. Rəsul. bəli, bəli. İş vaxtı sən deməmişəm telefonla danışma. Üzr istəyirəm, gedirəm, zakaza gedirəm. 5 saat səni otaqda gözləyirəm. Sənin barədə şikayətlər çoxalıb. Niyə, nə olub ki? Bu maşının üstündə nə yazılıb? Çatdırılmaq xidməti. Mənə dünən dostlarınızdan deyib ki, sizin maşın desə taksiyə başlayın. Utanmırsan Rəsul? Yox, axşam pul lazımdır, getdim Axşam mən öncə səni neçənci səfər danlayıram, olmur axı Rəsul. Utanıram, üzr istəyirəm. Deməmişəm sən motosikletlə get gəl. Motosiklet biraz narahatdır. Axşam qızla görüşmüşdüm, arkada oturub. Estağfurullah. Ay iş vaxtı olmaz deyirsən, deyirəm nədir? Üzr istəyirəm. İndən belə motosiklet. Özü əcəmiyə getmişdim bu yaxınlarda. Sıra gün axşam. Belə vaxtında gelib çatdırmısan hər şeyi. Çox sağ ol. Başa düşmən, prosta zamanın evində niyə qalırsan? Gecə saat 2-də getmişdim, müəllim. Kum gəldi, yatdım, qaldım. Sənin evində işin yoxdur Rəsul. Var ya müəllim, prosta evdəkilər rayona gedir, açarım da yox. Belə bir problemin oldu Rəsul. Mən müdüründən əlavə sənin dostunam. Çox sağ ol, kələ, Allah. Yaxşı gicləmə. Elə onda mən xəbər elə, gəl bizdə bir 2 gün qaldım. Mən sənə nəsə deyirəm. Yox, müəllim, ailəli adamsınız. Ha olsun da, sən də mən bir qardaşım. Qızla gəlsəm olar. Hadi sən